Salam, biz Bakı Ali Neft Məktəbi tələbələri bugün sizdən gələn buraxılış imtahanı ilə bağlı olan sualları cavablandıracağıq. Biz 2 mart 2025-ci il keçirilmiş buraxılış imtahanından üçümüz də maksimum bal toplamışıq, 300 bal. Birinci özümü təqdim edeyim. Mən Ziya Alızadə, Bakı Ali Neft Məktəbində kimya mühəndisliğində oxuyuram, 1-ci kursam. Mən Şəhanə Abbasova, Bakı Ali Neft Məktəbi kimya mühəndisliyi ixtisasında təhsil alıram, 1-ci kurs tələbəsiyəm. Mən Ömər Rəsulov, data analitika ixtisasının 1-ci kurs tələbəsiyəm. İndi isə sizdən gələn suallara cavab verməyə başlayaq. Birinci sualımız: abituriyent vaxtı mobil telefondan istifadə edirdiniz? Bu həqiqətən çox gəlmiş suallardandır. Mən abituriyent vaxtı telefondan istifadə edirdim. Əsasən də buraxılışdan sonra hətta sosial şəbəkələrdə də aktivlik göstərdim. TikTok, Instagram kimi şəbəkələrdə. Yəni mobil telefondan istifadə etmək dedikdə siz onu faydalı şəkildə istifadə edirsinizsə, heç bir problem yaranmayacaq. Hətta faydaları belə ola bilər. Məsələn, Telegramda və WhatsAppda bir çox PDF-lər, onlardan suallar işləyirdi və həddindən artıq maraqlı və faydalı olurdu. Hətta sizin ətrafınızda olurdu, oxuyanlardan ibarət Telegram qrupları, WhatsApp qruplarında bir çox savadlı şagirdlərlə tanış ola bilirdiniz. Son 1 ay qalmış imtahana icazlaşmaq olar. Belə son 1 ay qalmış mən öz təcrübəmdən desəm, mən öz sinifdaşlarımla bir yerdə 5-6 nəfər, bəlkə 7 nəfər bir yerdə qoşulub hər axşam test işləyirdik. Bizə müəllimlərimiz, Riyaziyyat müəllimimiz məsələn 2000-ci illərdən falan bütün imtahan suallarının hamısını yığmışdı. İlbəil mövzu, biz onu işləyirdik. Azərbaycan dili müəllimimiz köhnə illərin mətnlərini falan tapıb uzatırdı. Biz onları işləyib özümüz müzakirə edib özümüz öyrənirdik. Hətta məncə sinifdə işləyib müzakirə etməkdən daha çox xeyir verdi o mənə. Ən əsası Azərbaycan dili necə inkişaf etdirdin? Mənə görə Azərbaycan dili ən çətin fən idi buraxılış fənləri arasında. Əsasən də mətnləri çox çətin gəlirdi mənə. Çünki oxuyurdum mətni, tamam, oxudum, sualı da görürdüm, amma bir uyğunluq tapa bilmirdim bəzən sualla mətn arasında və düzgün cavabı tapa bilmirdim və bəzən də açıq suallarda yazdığım fikirlərin tam olaraq düzgün olduğunu düşünmürdüm. Amma necə inkişaf etdirdim? İlk olaraq vaxtım olduqca mətn işləməyə çalışırdım. Tək topludan yox, fərqli kitablardan da çalışırdım ki, mətnlər işləyən fərqli tipdə suallar görəm. Amma ən əsası tövsiyə edirəm ki, əvvəlki illərin mətnlərini işləsinlər. Çünki məncə 2024 ilə 2025-in buraxılış imtahanlarında çox böyük bir fərq yox idi. Mətn sualları tipinə baxsaq və həmçinin də mən tipləri öyrənirdim, tipslər öyrənirdim ki, necə işləyə bilərik mətnləri, hansı sual tipini nə formada işləsək, daha çox nəyə diqqət etsək daha faydalı olar deyə. Məncə bununla bağlı videoları da YouTube-dan tapa bilərsiniz ki, necə Azərbaycan dili mətnlərini inkişaf etdirək. Növbəti sualımız: ingilis dilini necə inkişaf etdirmək olar? İngilis dili bayaq da qeyd etdiyim kimi 3 buraxılış fənnindən ən çox əziyyət çəkdiyim fənn idi və həqiqətən listening etmək, reading etmək mənim üçün çox çətin idi. Amma 11-ci sinifdə əsasən mən dedim ki, ingilis dilini yaxşı qavramalıyam, çox yüksək nəticə əldə etməliyəm və 11-ci sinifdə həddindən artıq çox mətnlər, listeninglər eləməyə başladım və həqiqətən də bəhrəsini gördüm. Axırda maksimum nəticə əldə etdim. Ümumiyyətcə ingilis dili yox, məncə bütün fənlərdə uğur əldə etmək üçün ən önəmli onun üzərində çalışmaq, praktik eləməkdir. Praktik həqiqətən çox önəmlidir. Əlbəttə, müəllim məsləhətlərinə qulaq asmaq da çox önəmlidir. Hətta imtahana 1 ay qalmış müddətdə mən həddindən artıq çox, hətta gecələr yatmırdım, listening edirdim, reading edirdim. Çox vərdiş halına gətirdim və axırda nəticəsini də gördüm. Yəni belə sual gəlib bizə. Düzdür 300 balla əlaqəsi olmasa da rüfo qalibləri imtahansız qəbul olurmu? Mənim özümün 2 dənə rüfo medalım var fizika fənnindən. 10-cu sinifdə gümüş medal, 11-ci sinifdə 1-ci medal qazanmışam. Belə rüfo qalibləri imtahansız qəbul olur, amma baxır hansı fəndən medal almısan. Sən məsələn fizika üzrə medal almısansa, fizika ixtisaslara gedə bilirsən. Məsələn, elektrik elektronikaya ya fizika müəllimliyinə, mühəndislik fiziksiyasına belə ixtisaslara gedə bilir. Məsələn, mən bilən fizika medalını mən banımda oxuya bilmirdim. Çünki banımda kimya mühəndisliyi idi, neft qaz mühəndisliyi idi. Bunlarla fizikanın çox da əlaqəsi yoxdur. Heç hazırlıq testini köçürmüsünüzmü? Həqiqətən maraqlı sualdır. Mən real olsam, həm Azərbaycan dili, həm riyaziyyat, həm də ingilis dili heç birinə heç vaxt hazırlıq testini köçürtməmişəm. Mən də real olum. Mən sadəcə riyaziyyat testini köçürtməmişəm. Çünki riyaziyyata qarşı məndə fərqli bir sevgi var idi və heç vaxt onu köçürməyi düşünməmişəm. Amma Azərbaycan və ingilis dilində köçürdüyüm olub. Yəni olurdu da, bəzən gec olurdu. Yatmaq daha üstün gəlirdi sanki dərs oxumağa. Ona görə bəzən köçürürdüm.
Ömər məncə nadir tələbələrdəndir ki, hazırlıqda heç nə köçürməyib. Mənim özüm nə deyim, Azərbaycan dilindən çox şey köçürürdüm. Demək olar mətnləri normal yazdım. Amma məsləhət deyil də bu, ən yaxşısı işləməkdir. İşlədikcə təcrübə qazanırsan. Normal sözü deyil, practice makes perfect. Keçən növbəti sualımıza. Kursa gedirsən yoxsa fərdi məşğələyə? Mən fərdi məşğələyə getmişəm. Kurs daha çox mənə çətin gəlirdi. Dalbadal dərslərə getmək bəzən yorucu olurdu, amma məşğələdən məşğələyə gedəndə ən azından yolda istirahət etmiş olurdum deyə məşğələni daha çox üstün tuturam. Bir sualımız da odur ki, sosial həyatınıza nə dərəcə önəm verirdiniz? Belə nə deyim, mən sosial həyata ikinci plan atmamışam. Yəni hər zaman uşaqlar harasa çağıranda getmişəm. Yəni dərs öz yerində, bizim sosial həyatımız öz yerindədir. Əsas futbol oynayırdım. Futbola çağıranda futbol gedirdim. Uşaqlarla tez-tez futbola gedirdik. Ya futbola baxırdım, baxmaq xoşuma gəlirdi. Əsas hobim elə futbol idi. Mən də sosial həyatı çox kənara atmamışam. Düzdür, bəzi vaxtlar olurdu ki, dərslərimə önəm verməli olurdum bəzi anlarda. Amma mən də eyni də sosial həyatımda necə ki, dərslərimə önəm verirəm, o cür önəm verirdim. Mən də tez-tez dostlarımla görüşürdüm. Həm də bəzən elə olurdu ki, dərslərdən biraz ayrılmaq üçün lazım olurdu. Ona görə sosial həyatı kənara qoymaq tamamilə lazım deyil. Yəni balansı qorumaq lazımdır. Elə mən də yoldaşlarım da vurğuladığı kimi sosial həyatımı arxa plana atmamışam. Yəni dərs oxuyan müddətcə əsas fikrimi, əsas vaxtımı dərsə yönəltmişəm, amma sosial həyatıma da önəm vermişəm. Elə Ziyanın da dediyi kimi futbolla məşğul olurdum mən və futbola baxmağı, oynamağı çox sevirəm. Bizə çox gələn suallardan biri də o idi ki, 9-da neçə bal yığmışdınız və nə qədər bal artırdınız? Mən 9-da 270 bal toplamışdım, yəni 30 bal artım eləmiş oldum. Mənsə 9-da 261 bal yığmışdım. Fikrimcə 9-cu sinif imtahanı daha çətin idi. Ya da ki 11-ci sinifə qədər inkişaf daha çox olub, mən elə düşünürəm. 9-da 279 bal yığmışdım, amma 9-cu sinifdəki balın 11-ci sinifdəki bala çox da belə dəxli yoxdur. Yəni çalışaraq gün ayrıqsaz belə yuxarı yüksək bal toplaya bilərsiniz. İmtahana neçə gün qala oxumağı dayandırmaq lazımdır. Bu suala hərənin müxtəlif cür cavabı olur, hərə başqa cür düşünür. Mənim fikrimcə son günlərdə təkrar çox vacibdir. Mənim özümdən götürsək, imtahanın əvvəlki gün uşaqlarla birləşəndə öyrənmişdim ki, foe sözünün sinonimi enemi, düşmən deməkdir. Yəni foe ilə enemi sinonim sözlərdir. Və imtahana gəldi o düşdü. Yəni mən o olmasaydı bəlkə də heç bir dəqiqə yığmamışdım. Mən də Ziyanın fikri ilə tamamilə razıyam. Mən də son günlərdə qətiyyən boş buraxmamışam. Həmişə təkrar eləməyə çalışmışam son günlərdə. Ümumiyyətlə bütün imtahanlara gedəndə bu cür eləmişəm. Çünki olur da imtahana az qalmış bəzi şeyləri unutmuş oluruq və yaxud da əsasən də qeydlərinizə baxın. Yəni imtahana hazırlıq prosesində qeydlər götürün ki, sonda baxa biləsiniz. Yalnızca bir gün qalmış dərs oxumağı dayandırmışdım. Ona qədərsə bütün qeydlərimi, təkrarlarımı etdim və sonda nəticəni də əldə etdim. Məncə yəni çox da fərq etmir son günlər oxumaq və ya oxumamaq. Mən yalnız dediyim kimi son gündə oxumamışdım. Belə bir sualımız da var ki, motivasiyanız qalmayanda necə dərs oxuyurdunuz? Məncə bu sualı Ömər cavab versin. Mənim motivasiyadan düşdüyüm anlar həddindən artıq çox olur. Əsasən də hər dərsi birinci dəfə keçəndə bəzi dərslər qavramaq çox çətin idi. Məsələn, riyaziyyatda trigonometriya kimi mövzular birinci keçəndə çətinlik yaradırdılar. Amma bu zaman mən özümə inandım və sonradan bunları çox çalışmaqla, praktik eləməklə düzəldəcəyimə inandım. Elə belə də oldu. İkinci dəfə keçəndə, üstündən təkrarlarla keçəndə bu mövzular artıq mənim üçün asan oldu və motivasiyam gün-günə artırdı. Sınaqlar çox önəmlidir. Sınaqlarda yüksək bal yığdıqda motivasiya həddindən artıq artır. Ancaq bəzən aşağı balda yığa bilərsiniz. Bu zaman isə motivasiyadan düşmək lazım deyil. Əksinə səhvlərinizə baxmaq və onun üzərində çoxlu çalışaraq bir daha etməmək üçün çalışmaq lazımdır. Məncə də təbii ki olurdu bəzi anlar ki, motivasiyadan düşürdüm, amma mənim bir hədəfim var idi ki, Bakı Ali Neft Məktəbinə qəbul olmaq. Hər zaman o hədəfi göz önünə gətirirdim. Mən bunu istəyirəm və bunun üçün də motivasiyamı qaldırmağın yolunu tapırdım necəsə olsa. Yəni məsələn düşdüm motivasiyadan, dərs oxumaq istəmirəm, yorulmuşam, amma düşünürəm ki, bu gələcəkdə mən bu dərsləri sırf gələcəyim üçün oxuyuram və əsasən də Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün oxuyuram və ona görə də bu şəkildə motivasiyamı qaldırır. Siz də hədəflərinizə güvənin, hədəfləriniz üçün çox çalışın, motivasiyanızı da o cür qaldıra bilərsiniz. Və son sualımız belədir ki, abituriyent vaxtınızı necə bölürdünüz? Abituriyent vaxtı əsasən gündən-günə dəyişir. Nə qədər dərs oxuyuruq, neçə saat oxuyuruq.
Ortalama mənim dərs oxuma müddətim 4-7 saat arası oldu. Hətta buraxılış ərəfələrində isə həddindən artıq çox oxuyurdum. Çünki imtahan vaxtı yaxınlaşdıqca stres və s. artırdı. Mənim ən böyük məsləhətim dərsinizə çox vaxt sərf eləməkdənsə onu fikrinizi sırf ona yönəldərək dərs oxumaq daha önəmlidir. Məsələn, bəziləri 5-6 saat oxuyur və sonra şikayətlənirlər ki, yadımda heç nə qalmır. Ancaq bəziləri də 2-3 saat oxuyaraq həddindən artıq yaxşı qavraya bilirdilər və fikrimcə bu çox önəmli faktordur. Məsələn, mənim ağlımda bir şey gəlsə, məsəl çəkim, futbol oynamaq gəlsə, mən düşüb futbol oynayıb daha sonra dərsimə yönəlirdim. Çünki mən getməsəm mənim fikrim orada qalasıydı və oxuduğum dərsində heç bir mənası qalmayacaqdı. Mən belə düşünürəm. Mən Ömərin fikri ilə tamamilə razıyam ki, kəmiyyətə yox, keyfiyyətə önəm verməliyik. Əslində mənim də problemlərimdən biri bu idi ki, hazırlıq vaxtı fokuslana bilmirdim dərslərə. Bunun üçün də düzünü deyim, çox çalışırdım. Hətta bəzən kitablar araşdırırdım ki, hansı kitab oxusam ki, o fokuslanmama kömək eləyər və ya da videolara baxırdım. Ona görə də hal-hazırda məsələn bir dərs oxuyursunuzsa, tam olaraq ona fokuslanmağa çalışın. Fikrinizi yayındıracaq şeylərdən uzaq durmağa çalışın. Məsələn, telefonunuzu kənara qoymağa çalışın. Ən çox bunu eləməyi tövsiyə edirəm sizə. Belə əslində bütün fikirləri yoldaşlar dedi. Əsas ev müəllimləriniz verdiyi daşları ya vaxtında işləyin. Ən düzgün olur. Çünki vaxtında işləməsəz onlar üst-üstə yığılır. Əvvəlkilərə üstünə çox düşmürsünüz ya da axır son keçdiyiniz üstünə çox düşmürsünüz. Yəni arada nəsə itir. Vaxtında bütün tapşırıqları məsuliyyətlə işləyin. Yəni sizə aramızda görməkdən məmnun olarıq. Əziz abituriyentlər, sizə buraxılış imtahanlarında uğurlar. Əgər ağlınızda nəsə bir sual qalıbsa, bunu yorumlara yaza bilərsiniz. Tək çox olsa, bunun üçün parçasını çəkə bilərik. Və beləcə sizin suallarınızla bağlı olan videomuzun sonuna gəldik. Dəyərli abituriyentlər, ümid edirəm ki, bu video sizin üçün çox faydalı olacaq və sizə kiçik bir məsləhət də vermək istəyirəm ki, mütləq hədəflərinizin ardınca çalışın, əzmlə çalışın ki, bu hədəflərə çata biləsiniz. Əgər sizin hədəfiniz çox möhkəmdirsə və bu hədəfə çatmaq üçün sonuna qədər mübarizə aparırsınızsa, o zaman təbii ki də çatasınız və hər birinizə uğurlar arzulayıram.